Salam dostlar. Dərslərimiz davam edir. Yekun olaraq inheritance-in əsas vacib olan strukturlarından, əsas funksiyalarından biri də konstruktorlar içərisində necə istifadə edə bilərik. Biz konstruktor yaradanda, baxın dostlar, biz məsələn mən burada bir dənə konstruktor klası yaradım, sadə bir klas yaradaq. Məsələn işçi klası. Baxın dostlar, mən belə bir klas yaratdım və içərisində də konstruktorlarımı qeyd edirəm ki, var. Məsələn olsun name string tipində var departament bu da string və həmin bu şeyləri bunları artıq bir dənə içərisində funksiya yazdım ki, fun info print line edək. Burada da belə yazaq ki, add nöqtə name ikinci olaraq da olsun və nöqtə ulaşaq departament. Və bu klasın artıq mən bu klasdan miras almaq istəyirəm. Belə bir klas yaradıram. Class manager iki nöqtə qeyd edirəm. Employee. Burada bəzəkli mötərizələrimi yazıram. Baxın dostlar, mən bunu edəndə burada mənə nə errorlar göstərir? Yəni nə etməliyəm? İşimin adı nə olmalı? İlk öncə bildirir ki, sizin, yəni burada employee yaratdığınız class final classdır. Bunu final olaraq, belə open olaraq etməlisiniz. Bunu etmək üçün dostlar, biz həmişə indiyə kimi, məsələn, gəldi burada open yazır. Sadə qayda olaraq biz alt enter həmin bu klasın üzərində alt enter düyməsini tıklasaq, baxın bizə burada qeyd edir problemlər. Birinci olaraq employee klassını open eləyək. Artıq bunu edəndən sonra baxın bu class oldu open. İkinci olaraq məlumat nə istəyir mən? Alt yenə enter edirəm. Bildirir ki, yuxarıda yaratdığımız class içərisində bir konstruktor var və həmin konstruktorları biz burada istifadə etməliyik. Və üçüncü olaraq da yenə də baxın bizə sadə ancaq birinci konstruktorunu yarattı. İkinci departamentdə yenə istəyir ki, əlavə eləmək. Yenə alt enter edirik və içərisindəki baxın burada alt enter edirəm, ikinci konstruktoru yaradıram. Baxın dostlar, əsas məsələ burada nədir? Biz konstruktor olan bir klası miras olaraq çağırsaq, yəni bundan bir miras götürsə, mütləq olaraq həmin konstruktorun içərisindəki bax bu dəyərlər bizim istifadə elədiyimiz bu klasın içərisində olmalıdır. Yəni bu vacibdir. Yəni burada əsas prinsip də elə bundan ibarətdir. Və burada məndə məsələn tutalım ki, əlavə olaraq mən burada əlavə bir dəyər də vermək istəyirəm. Qeyd edirəm ki, tutalım ki, belə bir şey olsun. Team var team size. Bu da olsun int. Baxın, buradakını buna heç bir aidiyyəti yoxdur. Mən burada bunu əlavə bir dəyişən yaratdım. Yəni buradakı həmin bu dəyişənin bura heç bir, yəni burada tələb olunmur. Lakin buradakı konstruktor içərisində mən buradakı klası miras aldığıma görə bax burada onu tələb edir. Və tələb etdiyinə görə məcbur olaraq bunun içərisindəki dəyişənləri burada tanıyıram. Və burada bir funksiya da qeyd edək ki, daha maraqlı olsun. Fun yazaq ki, show team olsun, belə bir şey. Bəzəkli mötərizə içərisində də yazaq. Print line edək. Mənim komandamda team size-ını qeyd edirik. Nəfər var. Baxın dostlar, indi biz burada yazdığımız klasların artıq istifadə eləmək üçün həmin bu klasın obyektini yaratmalıyım. Və həmin klasın obyektini yaratmaq üçün main activity-yə yenidən geri qayıdıram və burada yazıram var manager və burada manager klasını çağırıram və içərisində mötərizəmi açıram. İçərisində mötərizə açanda baxın dostlar, mənə qeyd edir ki, 3 dənə parametr vermək, yəni içərisində mütləq olaraq 3 dənə parametr vermək məcburiyyətindəyim. İlk olaraq bax göstərir bizə adını. Məsələn mən burada adını qeyd edirəm ki, belə bir şey olsun. Anar. İkinci olaraq departamentini, yəni hansı departamentdədir? Mən qeyd edirəm burada
IT məsələn. Və üçüncü olaraq da mənə, yəni həmin departament içərisində neçə dənə məsələn işçi var? Yazıram 30 nəfər. Artıq bunu edəndən sonra menecer yazıram. Ne menecer yazmışıq burada. Hərdən tələsik olanda budur, texniki səhvlər var. Menecer yazıram, nöqtə işarəsi qeyd edirəm və həmin içərisindəki funksiyaları baxın burada artıq istifadə edə bilirəm. Infonu qeyd edirəm, yəni menecer yazıram. İkinci olaraq qeyd edirəm bizim ikinci show tip. Və bunu run eləyək və həmin məlumatımızı artıq ekranda görək. Baxın dostlar, bizə burada nə gəldi? Adı Anar, şöbə IT, yəni burada bizim birinci funksiyamız nə idi? Employee funksiyamızda. Baxın burada birinci qeyd olunmuşdu. Adı, yəni burada mən ilk funksiyamda adı Anar, şöbəsi departament IT. İkinci olaraq burada funksiyamda qeyd olunub. Mənim komandamda 30 nəfər var. Yəni burada ikinci funksiyamız da buradakı funksiyadır. Burada əsas məqsəd nədir dostlar? Biz konstruktorlardan istifadə edəndə klass içərisində həmin klası miras götürdükdə onun içərisindəki konstruktor dəyərləri mütləq olaraq yaratdığımız ikinci klassda çağırmalıyıq. Bunu etməsə bizim proqramımız işləməyəcək. Inheritance-in sadə qaydaları bunlardır. Daha tək bundan sonra artıq inheritance müvəqqəti olaraq, yəni bu bilikləriniz sizə müvəqqəti olaraq bəs edir. Artıq biz ikinci perioda, yəni Kotlin'in daha dərinini öyrənməyə keçəndə bundan daha geniş məlumatlar veriləcək. Bugünkü dərsimiz bu qədər. Dərsi bəyəndiysə like etməyi unutmayın. Kanalımıza abunə olun. Yəni kanalda abunə sayı çox azdır. Sizlərdən xahiş edərdim ki, öz dostlarınızla, sinif yoldaşlarınızla, qrup yoldaşlarınızla bu kanalda paylaşım edəsiniz və onlara da məlumat verəsiniz ki, hal-hazırda YouTube'da bu cür kanal var ki, yəni Kotlin haqqında mobil proqramçı olmaq istəyən hər bir kəs, həmçinin proqramist olmaq istəyən hər bir kəs bu dərsləri ardıcıl olaraq izləsə, gələcəkdə də özünə gözəl bir iş tapacaq. Dərsimiz bu qədər. Gələn dərs görüşürük. Sağ olun.